Azərbaycanın böyük yazıçılarından olan Məmməd Səid Ordubadinin Qılınc və Qələm romanında belə bir ifadə var. Türk xalqının naminə yeganə məmləkət varsa Azərbaycandır. Əlbəttə, böyük yazıçı bu sözləri, bu fikirləri əbəs yerə işlətmirdi. Yəni, yazıçımız demək istəyirdi ki, Türk xalqının adına yeganə bir ölkə varsa o Azərbaycandır ifadəsini o mənada deyirdi ki, Azərbaycan ta qədimdən günümüzə dək Türk dünyasının mənəvi mərkəzi olmuşdur, mənəvi beşiği olmuşdur və əbəs yerə deyildir ki, 100 il bundan əvvəl, bir əsr bundan əvvəl 1926-cı ildə də birinci Türkoloji Qurultay məhz Azərbaycanın baş kəndində Bakı şəhərinə keçirilmişdir. Və həmin vaxtdan bu dövrə bir əsr keçmişdir və həmin dövrə qayıdırıq, həmin 1926-cı ilin işığında, 100 illik işığında yenidən Azərbaycanın baş kəndi olan Bakıda bütün Türk dünyası ölkələri, Türk dünyası ölkələrinin alimləri birləşir, bir araya gəlir və bu günlərsi ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə adlı beynəlxalq konfransı keçiririk. Və bu, əlbəttə, həmin qurultaydan irəli gələn məsələlərdir ki, arada böyük məsafə zaman fərqi olmağına baxmayaraq, arada imperiyanın, Sovet imperiyasının bu mənəvi məsələləri buxovlamasına baxmayaraq, yenidən Azərbaycan xalqı bir türk soyu olaraq, türk xalqı olaraq özünə gəlmiş, canlanmış və bütün dünya türklərinin birliyini, həmrəyliyini təşkil eləmək üçün, özümüzə qayıtmaq üçün yenidən belə bir qurultayı, belə bir konfransı təşkil eləmişik. Bu, dünyanın müxtəlif ölkələrində yaşayan türk soylu xalqların, alimlərinin, alim övladlarının Bakıya gəlişi, Bakıda bir araya yığışması və elmi diskussiyalar keçirilməsi hesabına bir daha bizim özümüzü, kimliyimizin tanıtması, özümüzü tanımağımız və keçmişimizə baxmağımızdır. Çünki gələcəyə gedən yol keçmişdən keçir. Keçmişi unudanı gələcək gülləyə tutar. Biz keçmişi tanımalıyıq, keçmişimizi öyrənməliyik və bu günümüzə keçmişdən nəzər salmaqla gələcəyə istiqamətlənməliyik. Bu, Türk birliyinin böyüklüyünü göstərir. Çünki Türk xalqında belə bir deyim var, 7 arxa dönənini tanımaq. Yəni, hər bir kəs özünün 7 arxa dönənini tanımalıdır bir fərd olaraq. Eyni zamanda hər bir xalq özünün kimliyini, mənəvi kimliyini, folklorunu, etnografiyasını və s. milli mənəvi dəyərlərini yaşatmalıdır və bugündən gələcək nəsillərə bir şanlı estafet olaraq ötürməlidir. Bugünkü qurultay işığında keçirilən konferansların da, qurultayın da əhəmiyyəti ondan ibarətdir ki, məhz biz bir türk olaraq bir olanda güclü oluruq. Ölkə prezidenti cənab İlham Əliyev demişkən, biz birlikdə güclüyük. Bu konferans həm də bizim birlikdə güclü olmamızın göstəricisidir və həm də ölkə prezidenti deyirdi ki, bizim bir ailəmiz var, o da Türk dünyası ailəsidir. Biz məhz Türk dünyası ailəsi olduğumuzu bir daha bütün dünyaya nümayiş etdiririk, göstəririk və bununla fəxr edirik. Çünki Türk olmaq ən böyük şərəfdir.